Sevimli izləyicilərimiz, artıq adət-ənənəyə çevrilib. Hər həftə biri-birindən gözəl filmlərin təqdimatı keçilir. Bu həftə də Hozu filminin qala gecəsindən ən isti görüntülərini sizə təqdim edirik. Natavan Həbibinin əsas rol aldığı Hozu filmində baş verənlər. Hozu filmi DTV maqazində. Əziz izləyicilərimiz, sevindirici haldır ki, hər həftə sizə yeni filmlərin təqdimatını göstəririk. Bu, ölkəmizdə filmlərin inkişafda olduğunu göstərir. Bu həftədə Hozu romantik komediya filminin qala gecəsini təqdim edirik. Qaqa, tətil ayana. Mənim işim gücüm olmasa mən evlənmirəm. Nəzərinizə çatdıraq ki, bu filmdə bir çox yerli məşhurlar yer alır. Acını mübarək. Gətir, almayacağım. Elə ilk kameramız qarşısına keçəndə filmdə baş rolda yer alan Natavan Həbibi oldu. Nazlı, belə heç nəyi bəyənməyən bir xanımam. Obraz yəni belədir, ruskayazıçlı qızdır belə. Sonda da elə mənim cəhətlərimdən biri odur ki, insanı tanıyandan sonra, onun səmimi qəlbini oxuyandan sonra, ona qarşı təmiz sevgini görəndən sonra o insanı, yəni ürəyimi açmışam, onu sevmişəm. Yaxşı Ayna ata, bəs həyatda Hozu kimi bir bəylə ailə həyatı qurardınmı? Çətin ki, bir araya gələrdik. Amma gələndən sonra o oğlanı, o Hozunu mən tanıyandan sonra yəqin ki, yəni sevərdim. Çünki o çox təbiidir, yəni çox, belə bilirsiniz, realdır. Necə var, elə idi. Mən belə insanları sevirəm. Bəs gül? Gülü deyirəm, ver. Qaldım. Əlimə bu günü səndən ötürü almışam. Bəs ver də. Sırada isə filmdə hozuluq edən Məcid Hüseynovdur. Öz rolum, obraz belədir ki, əslində ürəyi saf, təmiz bir insandır. Amma çobud adamdır. Əlinə düşəni dağıdar eləyər, çönüb üzr də istəməz heç kimdən. Yəni obraz belə. Nədə? Məllaq eləyirsən. Növbə filmin rejissorundadır. Tam komediya demək olmaz. Hozunun əhvalatı belə deyək. Sağlam filmdir ən əsası. Yəni ailə ilə gəlib izləyə biləcəyimiz bir filmdir. Daha sonra filmdə digər rolları canlandıran aktyor, aktrisalar kameramız qarşısına keçdilər. Mən də Hozunun atasıyam da, elə kişinin də, belə kişinin də elə oğlu olar da. Bunlar nəsilli üçün belə köndü adamlardır, amma təbii adamlardır. Təsərrüfatla, biraz təhsildən uzaq, biraz nə bilim nə. Adam var ki, laf nə bilim, Məşrubat Üzeyir bəy rəhmətli kimi, Abrazabonski'dir, qalıstuk taxırdı, amma oturuşu, duruşu elə Hozudur da. Yəni, arzu ilə çalışdığımız odur ki, bu filmə baxıb, Hozuya oxşayanların sayı çoxalmasın. Hozular azalsın ki, cəmaat bu çobud adamların əlində az əziyyət çəksinlər. Bu filmdə anonsdan da gördüyümüz kimi əməkdar artist Elzət Şəhidcahan da rol alır. Mənə təklif gələndə öncə razı deyildim, tərəddüd edirdim. Əvvəla işimizin çoxluğundan, senaryo ilə tanış olandan sonra gördüm burada gözəl aktyor, peşəkar insanlar ansamblı var, rejissor və hər şey peşəkar tərəfdən bəyənildiyi üçün. Şəhidcahan filmdə aldığı roldan filmin özündən ağız dolusu danışdı. Və həm də sırf mənim özümə məxsus olan stilimlə, tərzimlə, şeiriyyatımla bağlı olduğu üçün, biraz da komediya tərəfdən yanaşdıqları üçün mən fikirləşdim, razı oldu. Yaradıcı insana nə lazımdır ki, gördüyü işin qanararını alsın. Yaxşı da qanarar aldığım üçün razılığımı verdim. Uğurlar arzu edirəm. İnanıram ki, bəyəniləcək. Kəndin oğlandan fortrakondur. Ramiz, sən özün də çox yaxşı bilirsən ki, Hozu özünü adam kimi apara bilmir. Bütün bu olanlardan sonra filmə dəvət olunmuş məşhurlar kameramız qarşısına keçib, filmin komandasını təbrik edib, film haqqında təəssüratlarını bölüşdülər. Həmkarım Natavan Həbibiyə və Məcid bəyə uğurlar arzu edirəm. Çox sevinirəm ki, hər ay bir dəfə də olsa biz gəlirik təqdimatlara, qala gecələrinə filmləri izləyirik. Mənim üçün çox xoş oldu və çox sevinirəm ki, həqiqətən irəliləyiş var və düşünürəm ki, Azərbaycanda komediya obraz janrında çəkilən filmlər daha çox tutarlı olur. Hozu filmi də komediya, romantik komediyadır. Mənə elə gəlir ki, bugün güləcəyik. İnşallah hər zaman qalalara gələndə daha maraqlı film gözləyirik və inşallah inanırıq ki, Məcid çox istedadlı aktyorumuzdur. Natavan Həbibini mən ilk dəfə, məncə siz də ilk dəfə filmdə izləyəcəyik. Allahın izni ilə də
Allah əziyyətlərini batırmasın. Çox uğurlu bir film olsun, kassalı olsun. Böyük bir səs-küy gətirsin ki, Azərbaycan tamaşaçısı özümüzə daha da inansın. Çox sevindirici haldır. Ümumiyyətcə, bütün xətrini istədiyim dostlarım, eyni zamanda həmkarım, əzizim Nata, eyni zamanda da dostumuzdur hər bir şeydən öncə. Onun xətrini dünyalar qədər çox istəyirəm, ona uğurlar arzu edirəm. Hozu onun, mən bilən, ikinci işidir. Aktrisalıqda özünü sınayır. Amma Hozuda Nata daha biraz gülməlidir, komik bir film olduğunu bilirəm, yəni treylerlərdən izləmişəm. Uğurlar arzu edirəm, uğurları bol olsun inşallah. Bundan da böyük proyektlərində gərək iştirak edək, böyük məmnuniyyətlə. Təbrik edirəm. Təbrik edirəm Hozu filminin bütün kollektivini, əziyyət çəkən hər kəsi, dostumuz Natavan Həbibini film münasibətlə təbrik edirəm. Arzulayıram inşallah onlara, bütün onların kollektivinə, bütün yaradıcı heyətə və onların özlərinə xeyirli uğurlu olsun bu film. Hozu filmi adından və treylerindən göründüyü kimi çox gülməli filmdir. Həmçinin mənim sənət yoldaşım Natavan Həbibi o filmin başrolundadır. Film gülməlidir, güldürür. İnanıram ki, kino gözəl olacaq. Kino, birinci kinonun gözəlliyi ondadır ki, Natavan var o kinoda. İkinci kinonun gözəlliyi ondadır ki, bizdə inkişaf var və öz aktyorlarımız, seçmə aktyorlarımız bu kinoda yer alıblar. İnanıram ki, hər şey çox gözəl olacaq. Əsas odur ki, tamaşaçıların ürəyincədir və sevilən aktyorlardır. Belə, bu da şəhərimizdə baş tutan növbəti filmin qala gecəsi.